Fox hərbi ekspert Mike Clark'a istinadən yazdığına görə NATO sülh sazişinin bir hissəsi kimi Ukrayna üzərində uçuşa qadağı zonası tətbiq edə bilər. Nəşr qeyd edir ki, bu halda NATO qüvvələri Ukrayna hava məkanında aşkar edilən istənilən Rusiya təyyarəsi ilə birbaşa qarşı durmaya girəcək və zərurət yaranarsa onları vuracaq. Ekspertin sözlərinə görə uçuşa qadağı zonası sülh sazişi çərçivəsində Ukraynanın təhlükəsizlik təminatlarının bir hissəsinə çevrilə bilər. Lakin fikrincə problem ondadır ki, o belə bir sülh sazişinin və buna uyğun olaraq Ukrayna üçün təhlükəsizlik qüvvələrinin yaxın zamanda elan ediləcəyinə inanır, deyə nəşr yazır. Lakin burada söhbətin Ukrayna ilə Rusiya arasında müharibəni bitirəcək birbaşa sülh sazişindən gedib getmədiyi dəqiqləşdirilmir. Jurnalistlər Clark'ın bunun bir ay ərzində baş verə biləcəyini də dediyini sitat gətirirlər. Clark'ın özünün sözlərinə görə uçuşa qadağı zonası əgər atəşkəsin hər hansı bir məntiqi varsa və Ukraynanın Avropadakı müttəfiqləri təhlükəsizlik qüvvələri formalaşdıra bilsələr tətbiq oluna bilər. Analitik bildirib, Rusiya dəli olacaq, Ruslar üsyan edəcək. Onlar bunu müharibə aktı adlandıracaqlar. Amma Avropalılar dostlarının hava məkanında onun xahişi ilə xarici təcavüzkara qarşı ona kömək etmək üçün uçacaqlar. Bu fonunda Business Insider yazır ki, Rusiya müdafiə qüvvələrində tutucu dronların tətbiqi bu silah növü sahəsində texnoloji yarışa səbəb olub. Ruslar öz şahid dronlarını tutuculardan qorumağın yollarını axtarır. Ukraynalılar isə buna mane olmağa çalışırlar. Son bir il ərzində Rus hücumlarının intensivləşməsi fonunda tutucu dronlar Ukrayna üçün hava hücumundan müdafiədə həyati əhəmiyyətli və ucuz bir vasitəyə çevrilib. Ukraynanın bəzi tutucu dronlarının qiyməti cəmi $2500 təşkil edir ki, bu da döyüş şəraitində istifadə məqsədindən asılı olaraq qiyməti $10.000-dan $10.000-a qədər dəyişən Rusiya dronları ilə müqayisədə çox ucuzdur, deyə nəşr bildirir. Məqalədə qeyd olunur ki, Ruslar Ukrayna tutucu dronlarını sıradan çıxarmaq üçün daim yeni üsullar axtarırlar. Bu məqsədlə işğalçılar öz pilotsuz uçuş aparatlarını daha sürətli və daha yüksəkdə uçacaq şəkildə dəyişdirir. Arxa görüntü kameraları quraşdıraraq tutucunun yaxınlaşmasına dərhal reaksiya verməyə çalışırlar və bu dəyişikliklər Ukraynanın müdafiə sənayesini də uyğunlaşmağa məcbur edib. Bu dəyişikliklər Ukraynanın müdafiə sənayesini də uyğunlaşmağa məcbur edib. Qərb hərbi rəsmiləri və Ukrayna təşkilatlarına istinadən bu Insider bildirir ki, ötən il tutucu dronlar minlərlə Rusiya dronunu vurub. NATO isə tutucu texnologiyanın ucuz hava hücumundan müdafiə sistemi kimi uğurunu xüsusi qeyd edir. İki şirkli təşkilatında beynəlxalq dəstəyi üzrə koordinator Alex Rosten nəşrə bildirib ki, dronların modelləşdirilməsi istehsal prosesinin bütün mərhələlərində ayrı-ayrı komponentlərin təkmilləşdirilməsindən tutmuş yeni sistemlərin tətbiqinə qədər hər gün davam edir. Ukrayna ərazi müdafiə qüvvələrinin mobil hava hücumundan müdafiə bölüyünün komandir müavini Alekseyin sözlərinə görə Ukrayna dron istehsalçıları arasında güclü rəqabət mövcuddur və bu onları Rusiya təhdidlərinə daha effektiv cavab vermək üçün məhsullarını daim yaxşılaşdırmağa sövq edir. İlkin səması üzərində müdafiəyə cavabdeh olan Alekseyin bölməsi əvvəllər pikap avtomobillərinə quraşdırılmış M2 Browning ağır pulemyotlarından istifadə edirdi. Lakin ötən il bölmə saatda 300 kilometrə qədər sürət yığa bilən və 6000 metr hündürlüyə qalxan tutucu dronlarla təlimlərə başlayıb. Hərbçinin sözlərinə görə onun heyətinin istifadə etdiyi tutucu dron əskərlərin öz rəy və təklifləri əsasında 6 aydan bir yenilənir. Rusiyalı Z-bloger Rusiya Silahlı Qüvvələrinin 1308-ci motoatıcı alayının hərbi rəhbərliyini əskərlərə qarşı qeyri-insani rəftar etdiyinə görə sərt şəkildə tənqid edib. Sosial şəbəkələrdə paylaşdığı video müraciətdə bloger Yevgeni Qolman alayın hərbi hissəsində baş verənlərlə bağlı isterik çıxış edib. Qolman bildirib ki, bu hərbi hissədə əskərlər faktiki olaraq məhbus kimi saxlanılır, qandallanır və yalnız tualetə getmələrinə icazə verilir, o da pul qarşılığında. Bloger hərbi rəsmiləri hissədəki şəraitin yoxlanılmasına çağırıb. O qeyd edib ki, həmin bölmədə xidmət edən hərbçilərdən çoxsaylı şikayətlər alıb və vəziyyəti Auschwitz konsentrasiya düşərgəsi ilə müqayisə edib. Bu ət hücumları artıq bezdirib, deyə o bildirib.
Sosial şəbəkələrdə Rusiya ordusundakı ağır şəraitdən şikayət edən hərbçilərin yer aldığı çoxsaylı videolar yayılıb. Şikayətlərin əsas mövzuları arasında ərzaq çatışmazlığı, ən zəruri məişət əşyalarının olmaması, hərbi texnika, fərdi qoruyucu vasitələr və təminat problemləri yer alır. Hərbçilər həmçinin komandirlərin qəddar münasibətindən, bölmələrdə intizamın zəifliyindən və ən əsası, komandirlərin onları ət hücumlarına göndərməsindən narazılıq edirlər. Döyüş itkilərinin artması fonunda Rusiya ordusundakı vəziyyət getdikcə pisləşir. Döyüş bölgəsindən gələn məlumatlar göstərir ki, təlim keçmiş canlı qüvvə ciddi şəkildə çatışmır və bu da yeni səfərbər edilmiş əskərlərin, müqaviləli hərbçilərin, eləcə də cəza və qeyri-nizami bölmələrin istifadəsinə səbəb olur. Bu şəxslərin bir çoxu cəbhəyə göndərilməzdən əvvəl cüzi hazırlıq keçir. 2022-ci ilin fevralında Ukraynaya qarşı geniş miqyaslı işğalın başlanmasından bəri Rusiyanın döyüş itkiləri 1,2 milyondan çox şəxsi heyət ölən və yaralananlar təşkil edib. Bundan əlavə, Moskva hərbi texnika baxımından da ağır itkilər verib. Ukraynanın raket və dron zərbələri nəticəsində 10 minlərlə silah və hərbi texnika məhv edilib. Bütün bu çətinliklərə baxmayaraq, Rusiya qüvvələri say üstünlüyü, geniş atəş gücü və bölmələrin rotasiyası cəhdləri hesabına təzyiqi davam etdirir. Bu isə döyüş qabiliyyətini hələ də saxlayan, lakin getdikcə artan əməliyyat və struktur gərginliyi altında olan bir ordunun mövcudluğunu göstərir. Еще раз военную прокуратуру прошу, 13:08, часть, сука, там люди пристегнутые, сутками нахуй сидят. Кто они, бля, что они, ну такого не должно быть, это, сука, люди. Их отпускают только поссать. И все за деньги нахуй. Приедьте, проверьте вы их нахуй, уже не первый сигнал. Прошу, люди мне пишут, выходящие оттуда. Это, сука, блядь, да это что, концлагерь Ансвейнсум, блядь, что ли, блядь? Что там творится, сука, мясные штурмы эти заебали. Да как вообще все заебало? Этот Ющенко заебал, Хакамада заебало. И все, блядь, вообще, блядь, просто нахуй заебало, блядь. Ukrayna qoşunları Donetsk vilayətinin şərqində yerləşən Pokrovsk şəhəri istiqamətində Rusiya ordusunun geniş miqyaslı hücumunun qarşısını alaraq düşmənə ağır itkilər verdirib. Əməliyyat Ukrayna silahlı qüvvələrinin hava hücum qüvvələrinin tərkibində olan 46-cı ayrı hava desant briqadasının pilotsuz uçuş aparatı operatorları tərəfindən həyata keçirilib. Rusiya qoşunları briqadanın mövqelərinə hücum etməyə cəhd göstərərək 4 vahidədəki zirehli texnika cəlb edib. Döyüş zamanı Ukrayna desant qoşunlarının Podilya paraşütçüləri bir Rusiya tankını və 2 zirehli döyüş maşınını məhv ediblər. Bundan əlavə 20-dən çox Rusiya hərbçisi zərərsizləşdirilib. Daha 3 nəfər isə yaralanıb. Sosial şəbəkələrdə yayılan döyüş videolarında cəbhənin müxtəlif sahələrində qarlı yol və meşəlik ərazilərdə Rusiya hərbi texnikasına və pərakəndə vəziyyətdə olan şəxsi heyətə endirilən zərbələr əks olunub. Zərbələr nəticəsində yanğınlar baş verib. Qeyd olunur ki, strateji logistika və nəqliyyat qovşağı olan Pokrovsk son aylarda şiddətli döyüşlərin əsas mərkəzlərindən birinə çevrilib. Sosial şəbəkələrdə yayılan digər videoda Ukrayna Silahlı Qüvvələrinin İvan Franko qrupunun cəbhə xəttindən xeyli dərinlikdə Rusiya texnikasına qarşı apardığı döyüş əməliyyatları əks olunub. Qrupun PUA operatorlarının Rusiya hərbi texnikasına və canlı qüvvəsinə dəqiq zərbələr endirdiyi görünür. Qrupun PUA operatorlarının Rusiya hərbi texnikasına və canlı qüvvəsinə dəqiq zərbələr endirdiyi görünür. Plan başqa pilotsuz döyüş vasitələri və döyüş meydanı kəşfiyyatı üzrə ixtisaslaşmış Ukraynanın Signum batalyonu gecə görmə qabiliyyətli dronlardan istifadə etməklə cəbhə xəttində Rusiya hərbçilərinin və silah sursatının böyük hissəsini məhv edib. Rusiya əskərlərinin istilikə davamlı geyimlərdə gizlənmək cəhdlərinə baxmayaraq onlar Ukrayna dronları tərəfindən aşkarlanaraq zərərsizləşdiriliblər.